Şuşa qalası. Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdu. Qala Pənahəli xanın şərəfinə Pənahabad qalası, sonrakı dövrdə sadəcə qala adlandırılmışdı. Bir müddət sonra isə xalq qalanı Şuşa qalası adlandırılmışdı. Şair və Qarabağ xanın vəziri Molla Pənah Vaqif Şuşa qalasının inşası işlərinə nəzarət və rəhbərlik etmişdi. Qalanın 3 əsas qapısı mövcud olmuşdu. Gəncə, İrəvan və Ağoğlan qapıları. Günümüzə qədər isə Gəncə və Ağoğlan qapıları gəlib çatmışdı. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır. Gəncə qapısı Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş, artıq 18-ci əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılmışdı. Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı da adlandırılmışdı. Şuşa qalasının şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. İrəvan qapısı və ya Xəlfəli qapısı Şuşa qalasının 3 əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşirdi. Hələ 19-cu əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdı. Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulurdu.